Onun avto sərgisindən salamlayıram. Nələr göstərilir, nələr sərgilənir sizə göstərəcəm. Baxaq nə var, mən də təzə girmişəm. Əsas kanton sərgisinə gəlmişdim, amma avtomobil sərgisini görüncə yolumu döndərdim. Nissan N7 yeni modeli. Nammi ya da Nəmmi. Mənə hərdən bir elə gəlir ki, bəzi Çin şirkətləri yuxusunda brend adı görür, sonra gerçəyə çöndərir. Yoxsa mən başqa məna tapa bilmirəm bəzi brendlərin deyilişinə. Çinin oturuşmuş brendi Chery A9 modeli ilə. Xəbəriniz olsun ki, Jetour və Exit bu holdinqa aiddir. Sizə hatırlatmaq istəyirəm ki, 16 il içində yaşayıram və B2B hər növ xidmət göstərəm, avtomobil həmçinin. Fikrində ciddi olanlar əlaqə saxlasın. Yeni Baobab, yəni bizim dildə Leopard 8. Yeni versiyada dronla təchiz olunub. Əslində bu sərgi deyil, bu yarmarkadır. Yəni burada avtomobilləri satırlar. Yəni Çinlilər gəlib özləri burada baxır, bəyəndiyi avtomobili seçir və çox gözəl bir şərtlərlə. Çinin daxilində çox gözəl şərtlər var avtomobili almaq üçün. Yəni kredit xətti 3 ilə qədər faizsiz. Avtomobil neçəyədirsə onu bölürlər 3 ilə, onu ödəyirsən. Yəni kredit şərtləri, ümumiyyətlə şərtlər Çində çox gözəldir, çox maraqlıdır. Ona görə bunlar da özünü saxlamır, alır. İstəyir, alır. Bazarın gülü BYD. Azərbaycanın sevimlisi Zikr da buradadır. 7X modeli ilə 007 GT. Çox maraqlı dizayna sahibdir. İçinə də baxacağıq indi. Çin avtomobillərinə çox fikir var, yəni çox rəy var. Amma Zikra ancaq yaxşı rəylər var. Və mən təsdiqləyirəm bunu. Çox keyfiyyətli avtomobildir. İnsanların çoxusu bilmir, amma Çin avtomobillərinin, Çin brendlərinin dizaynerləri, texnoloqları əksəriyyəti xaricdən gəlib, yəni Avropadan. Bu haqda mən video çəkəcəm. Hər brendin dizayneri kimdir, mən sizə göstərəcəm onu. Odur ki, xəttə qalın. Sadəcə bilməmiz lazımdır ki, dizayn, keyfiyyət öz-özünə yaranan şey deyil. Məktəbdir, uzun illərin məktəbidir, təcrübədir. Bu arada indi göstərdiyim brend Hypetech-dir, çaba verir. Onu çox da görmürəm ki, uğurludur, amma lüksa oxşatmaq istəyir özünü. Nəticəsini bir neçə ildən sonra görə bilərik. Ma Long Zhang Jia modelin adına fikir verin. Qarışqa əjdaha döyüş zirehi. Bu da oturuşmuş Çinin Dongfeng brendinin bir qoludur. Adı da Menshi, yəni döyüşçü. Döyüşçü qarışqa əslində konseptdir, amma ümumiyyətlə bu Menshi Dongfeng'in Menshi qolu güclü off-roader kimi tanıdır özünü. Futuristik bir dizayna malikdir. Məncə həvəskarına görədir. Videonun sonunda 1-2 dənə brend göstərirəm sizə. Bunlar o qədər də tələbatda deyil deyə bunlara nəzər yetirməyə məncə yəni o qədər ehtiyac yoxdur. Bu ağ olan GG brendidir, GG L6. Bu brendin bir dənə də SUV-si var, buna oxşayır. Mənim xoşuma gəlir açığı. Pis deyil, amma bilmirəm niyə görə populyarlıq qazana bilmir. Geniş halda. Sağ olun, gələn görüşlərə qədər.